Hamıya salam dostlar, necəsiz? Vloguma xoş gəlmisiniz. Bu vlogumuz nə ilə bağlı olacaq? Bu vlogumuz o ilə bağlı olacaq ki, sizə yanvar ayı boyunca imtahanlarla bağlı məlumat da verməyəcəm. Sadəcə imtahan ayı vlog olacaq bu. Hal-hazırda ilk imtahanımıza gedirik. Saat 11-də başlayacaq. Saat indi 10'a qalır. Bir şey qalır. 20 dəqiqə falan qalar da. Yanımda da Nizo var. Selam söyle arkadaşlar. Biraz ne yastan çıktı. İndi gedirik akademiya. İlk imtahanımız biyomexanika fənnindən olacaq. Bəli, kəsilməsə yaxşıdır. Bu arada bilmirəm xəbəriniz ayda səs. Neyse bu məlumatı sizə içəridə bölüşəcəm. İdman Akademiyasında neydi onun imtahan sistemi necə dəyişilib adlı bir konuşma yapacağım sizə arkadaşlar. Onu məlumatlandırım sizə, biləsiniz. Çünkü değişikliği var bizim sistemde. Hadi görüşürüz. Hop. Şöyle. Arkadaşlar bu dakika korkudan yani ölebilirim. Payet önemliəm. İmtahanın girəcəyik. Çox az qalıb. 10 dəqiqəmiz falan qalıb girməyə. İnşallah yaxşı olar. Uşaqlarla hamımız gözləyirik. İndi imtahana girəcəyik. Hər öz keyfindəyik. Bizlərlə də deyilizdir. Ben de buradayım. Dostlar çıktı imtihandan. Vloga yeni video gəlir vloga. Kəsən yoxdur. Bir iki nəfər var. Hələ bir nəfər öyrənmişəm kəsin. Mən də 86 yığdım. 39 yazdım imtihandan. Bəşər kəsilmədi. Muhammed sən də kəsilmədin. Hə, vəziyyət yaxşıdır. Telefon qoymağa yer tapmadım. Ona görə belə danışacağım. Deməli, imtahan sistemi ilə bağlı danışacağım ki, akademiyada imtahan sistemi necə olubdu, nələr baş verir, nə dəyişikliklər olubdu. Deməli, o olub ki, əvvəldən bizdə 25 sual idi imtahan. İndi 25 sualdır, amma nə dəyişiklik olub? 25 sual olurdu. Bizdə kompüterdən işləyir imtahanları. Əvvəl 20 dənə qapalı suallarımız olurdu, 5 dənə açıq olurdu. Yəni 5 dənə açıq sual işləyirdik. Amma indi bu elə 2026 girdi. Yeni imtahan sistemi budur ki, 15 dənə qapalı sualdır, 10 dənə də açıq sualdır, bəli. Və mən nə elədim? İndi biraz yazdığım imtahandan danışıyorum. Fənnimiz biyomexanika fənni idi. Deməli 10 dənə açıq suallardan 5'ini səhv yazdım. Amma boş qoymadım. Aralarında elə bir bilmədiklərim vardı. Onlara da papucu bir şey yazdım. 5'ini səhv yazdım. 4'ünü düz yazdım. Birini də orada seçmə idi. Bizdə yəni 3-4 dənə variant idi. Düzləri seçdim, dəqiq bildiklərimi. O birincisini seçmədim. O da yarı bal verir, 1 bal. Bizdə 1 sual 2 baldır. Belə açıqdan qapalıların da hamısını düz yazdım. Ümumi nəticə 39 bal yığdım. Giriş balım da 47 bal idi. Ümumilikdə 86 bal yığdım. Bəli. Vəziyyətimiz belədir. İndi ümumiyyətlə yanvar ayı boyunca bütün imtahan gedişatını çəkəcəm, bu vlogda paylaşacağım. Görək axır nəticə nə olur. Nəzrin də burada oturub. Nəzrin də 81 yığıbdı. Onun da girişi 41 idi. O da qılaqıl beyni vurdu. Girişi 41, yox, əstəğfurullah, 47 idi, 81. Yoxsa neçə bal yığdın imtahanın özündən? Bilmirəm, 81-dən 47 çıxanda. Yox, 34. Error. Növbəti imtahanda görüşərik. Növbəti imtahanımız bu gün ayın 8-dir, yanvarın 8-dir. Neçənci gün olduğunu bilmirəm. Növbəti imtahanımız ayın 12-si olacaq. Səhər bugünkü saatına eyni olacaq, saat 11'də olacaq səhər və mülki müdafiədən olacaq imtahanımız. Ya Allah, görək orada nə edirik, başımıza nə iş gəlir. İnşallah bugün kimi belə sağ-salamat yola verərik. Ağlayıb keçərik yenə də. Bugün ikinci imtahan günündən hepinizi salamlayıram. İndi mülki müdafiə imtahanını verməyə gedirik. Biraz pisəm. Biraz ağrıyıram, biraz qorxuram, biraz yox, bayağı qorxuram, çox pis qorxuram. Axırı necə olacaq bilmirəm. Nəsə biraz heyecanı keçib, qorxu var içimdə. Allah axırını yaxşı eləsin. Bu arada Nəzrin girişimiz neçə idi? 46. Nəzrin də yanında. 46 ilə girdik. Yine ağlayırıq, amma qorxuram. Yolda bir şey var. Dostlar, baxın, görün nə şirin. Biz de burada. Bu da üniversitemizin yolu. Gidə görək başımıza nə işlər gəlir.
Çay içirik. Gəlmişik imtahana burada təkrarlayaq. Biz həmişə 1 saat tez gəlib burada təkrarlayırıq. Təkrarlayandan sonra yavaş-yavaş imtahana tərpənəcəyik. Bəli dostlar, indi imtahandan çıxmışıq. Mən 82, Nəzrin 80. Rüfət neçə? 56. Keçəsən də mən Muhammed. Amin. 67. Tamam. Kəsilmirsən? Hə, 58. O yaxşı. Səyid izafət elədi ki, kəsilmişəm, kəsilməyibmiş. Evet arkadaşlar. Bugün də belə yola verdik. Mən düşünürdüm ki, kəsiləcəyimi düşünmürdüm əslində. Amma qorxurdum da, yəni deyirdim, kəsilməsəm belə çox azlıq düz azlıqmışam, 82 çox azlıq, amma yenə də düşürürdüm. Hamının üstündə bir mutluluq, hamının üstündə bir mutluluq. Əfqan kəsildi. Bir şey əvvəl kəsib, amma qalanımda yaxşı böləcək. Birinci merhaba söylə, sonra da balımı de. Salam. 20. Bəsdir. Ümumi nə qədər? 60. Və sən kəsilmişdin? Hə, kəsilməyib. 60. Neçə bal yığmısan? Ümumi? Hə, bayaq səndən soruşdum. Mənə da şükür. Mənə da şükür, dərs kimi. Gəlmişik mola, gəncli mola. Burada bir neçə paltara baxacaq. Qabaqdan 2 dənə ad günü partisi gəlir bizə. Biri Xədicənin ad günü, biri mənim ad günüm. Düzdür, mən paltar almışam bizi, hazırdır. Nəzrin burada paltar almağa gəldi. Daha doğrusu hələ baxırıq, seçməmişik. Yavaş-yavaş baxaq. Nəzrinə bir dənə doğum günü partilərinə bir dənə paltar axtaraq. İmtahan çıxışı stres atırıq. Getdik yəni. Bitecek. Sayında 5 kadar. Burada da işi tapmadıq. Burada da bir şey yok. Çoxlu indirim var. Hər yeri indirimdir. Köhnə məhsulların hamısı qalıb əldə. Maraqlı işin yoxdur burada da. Bir şey var idi. Amma elə də maraqlı işin yoxdur. Fırfırlı yubqalar var burada. Bunlar çox qəşəngdir. Bunlar. Hamısı indirimlər. Demək olar %90 malların hamısı indirimdədir. Burada da ben. Mən Zara'da bir dənə kutka var idi. Mən onu neçə vaxt almaq istirdim, amma planlamırdım bu aralar alacağım. Daha doğrusu bu gün alacağımı inanmırdım. O kutkanı aldım bayaq Zara'dan. O qara bir dənə mum kutka var deyirlər. Mən internetdə, TikTokda elə görmüşəm, adı elə gedir. Nəhayət ki də yəni onu aldım. Axır ki, çox sevinirəm. Bu arada işıq çox düşürüyor. Mən aradan çəkim. Almışam, hazıram. Gözlərim həkim yazsın. Hər şeysə salam dostlar. Bugün 3-cü imtahan günündən, imtahanların 3-cü günündən hamınızı salamlayıram. Biraz sakit, solğun giriş ola bilər. Çünki axşam gec yatmışam. Axşam gec yatdığıma görə də biraz səhər nəsə yorğunam. Yuxum gəlir təbii olaraq. Telefonu da belə tutdum. Bugün ümumi fiziki hazırlığın əsasları fənnindən imtahana gedirik. Yəni yenə deyəcəm qorxuram, çünki həqiqətən də qorxuram da yəni. Niyə bilmirəm. Bu fəndən vahşi belə qorxuram. Mülkü müdafiə edəndə qorxurdum. Bundan da vahşi qorxuram. Ne belə olur? Qorxuram ki, nəsə olar. Çünki çəkinliyim fənlərdir. Ona görə qorxuram. Görə başa bilər. Vlogumuzun əsas insanı xoş gəldin. Xoş gəldin. Əlini ver. Salam aleyküm. Necə də burada? Rəşad babamda da var İpkoftadan bilirsən, bu sənə də yaraşır. Hamıya salam dostlar, necəsiz? Deməli, hal-hazırda 5-ci imtahanımızı verməyə gedirik. Bundan əvvəlki imtahanımı çəkməmişəm. Səbəbini soruşlar, səbəbi oydu ki, çox stresli oldum və üzümü səhərsiz. 5-cimdə bir dənə 4-cü imtahan çəkməmişəm. Onu da deyim ki, o da yaxşı oldu. Yəni 97 mən yırdım, 98 də Nəzrin yırdı. Bu arada fərqli görürsünüz. Görəsiz də təbii ki, yəni saçlarımı güləşdirmişəm, necə yarasır. Şunun tadını bilenler bir aşağıda kalp bıraksın. Neyse, indi imtahanına gedirik. İlman nəzəriyyəsi imtahanına gedirik. Ucu qorxmuram. Ucu hər şeyin başını bırakmışam. Beyalım, başqa heç istəmirəm. Almasam da Allah kərimdir. Çünki gecə də yatmamışıq bu arada. Nəzində yatırıq, mən də yatmamışam.
Mən dünən 5-in yarısı olmuşam səhər yoxsa ona görə yatmışam. Daha normal niyə yatmır bilmirəm. Arkadaşlar bu arada Nəzin şalvarı qəşəng də rəngini açır. Bir şunun tadını bilənlər aşağıda kalp bıraksın. Heç nə. Gedirik indi. Görək nə olur, başımda nə iş gəlir. Bir dənə belə fit çək göstərim. İndil bari. Makyajım da solmuş. TikTok'a bir dənə akım çəkəcəm. Baba benim senin için. Dünyayı değişmə. Neslihan Atagül'lə oxşayıram, oxşarıq var. O biraz düzdür sarışındı. Mən də aslında sarışındım. Prosu niyə qapqarayım, ne bilmirəm. Nəysə. Bu arada heç kim yoxdur. Bomboşdur. Səhər daha 8-in yarısıdır. Heç kim olmaz da, normaldır. Hava da buz kimidir. Bizler hamımız yığılmışıq. İmtihanı görürüz. Selemi. Hər bir moddadır bu dəqiqə. Arkadaşlar, imtihandan çıxmışıq. Bu qız elə bilirdi kəsiləcək, amma kəsilmədi. Beyni sıxmışdım 81-lə. Həmişə nəyi sıxıram ona isə. Nəysə arkadaşlar, 81-i sıxmışdım, 91 yığdım. Çox sevinirəm. Allah'ın da sevincdən sonra. Bu da 96 yığıb, heç sevinmirəm. Çünki mən elə bilirdim kəsiləcəm, ona görə. Nəysə, burnuma highlighter vurmamışam. Bu arada özü paralı deyil, işıqdan bu. Nəysə də çox sevinirəm. Bugünkü imtihanda belə. Sonra biyokimi imtihanında görüşərik. Görək necə keçir imtihanımız. İnşallah o da belə yaxşı keçər. Dostlar, gecəndə yatmamışdım. Bu arada cib imtihanında siz nə eləmişim? Bildiyim sualı yuxusuz uyumda səhv yazmışam. Dostlar, bu arada saçım necədir? Necə görünür, onu da deyim. Özümə yaxın sanıram səni. Ona görə çox qəşəngdir. İndi də gəlmişik mağazinə. Buradan Nəzincəyə gedəcəyik. Biraz oturaq, niyə yəni. Biraz fırlanaq, söhbət eləyək. Fındıq arıyoruz. Fındıq, fıstıq. Bunları axtarıram da. Dostlar, bu şeyler var ya. Tapsam göstərəcəm. Bir dəqiqə. Bunun balacası yoxdur mu? Dostlar, bunu axtarırdım. Bu görsünüz. Bu elə dadlıdır. Çox dadlıdır da. Merhaba. Bunu axtarırdım. Ne kadar da güzelim. Ha? Ha. Bu ne işiniz? Baldı. İndi də gəlmişik evə. Oturmuşuq. Çay gözləyirəm. Bir nəfər çay qoyub da gəlsin, süssün görək. Çay çək. Çay elə bil ki bizim həyat tərzimizdir. Onsuz olmur. Su əvəzi çay içirik biz. Niyə belə kalitəsiz çəkirik? Nəysə də dostlar, opşimdə yəni bugünkü imtahanımız da belə. İdman nəzəriyyəsində belə yola verdik. Sağ-salamat. Biyokimi imtahanı. Onu da inşallah yaxşı verərik. Nəysə, onu da görəsiz zaten çəkəcəm. Heç də bugünlük bura qədər. Biyokimlə də görüşərik. Dostlar, universitetimizin yolunu dəyişiblər. Yolunu dəyişiblər, yəni dekorasiyasını dəyişiblər. Qəşəng oldu belə. Şirin görünür. Bu arada hava çox pisdir, uçur, yəni ciddən hamımız uçuruq. Hamıya salam dostlar, necəsiz deməli, bugün imtahanın axırıncı günüdür. Semestr imtahanlarımızın son gündür. Çöldə açılış edə bilmədim, çünki bugün 4 fevraldır və dəhşət külər var ya, uçuruq. Bilirsiniz, uçuruq da. Ona görə əlimizi qaldıra bilmir deyə külə uçururdu. Ona görə də çöldə açılış eləmədim. İndi 30 dəqiqə, yox, 20 dəqiqə imtahan başlayır. Bugün bir ilk olub ki, mən imtahana 30 dəqiqə qalmış gəlmişəm. Biraz havadan dolayı falan başım qarışdı. Neysə belə, bugün biyokimi imtahandır. İnşallah yaxşı verərik. Axşam çox narahat yatmışam bu imtahana görə. Nəsə çox narahatım, amma hər ki vəziyyət yaxşıdır. İmtahana gedirik. Yavaş-yavaş. Gedək başımda nə iş gəlir. Gezin çıxım görək neçə bal yığırıq. Əfqar, neçə bal gözləyirsən? Mən həmişə kimi bütün imtahanlarda gözlədiyim kimi 50 bal gözləyirəm. Girişin neçədir? Girişim 41. 91 dən satam. Ağladım. İnşallah. Rəşad, neçə bal gözləyirsən? Ne oldu, çox uçurmuş? Düşündürücüdür. 30'dan yukarı. Gələcək. Neçə ilə girirsən?
Neçə? 46 ilə. Yalnız. Necəsə mənim? Çox sağ ol. Mən də 48 ilə girirəm, ağıllı ol. Neçə ilə? 48 ilə. Sən də 48 ilə, mən də Sən belə 46 ilə. çəkməyə görə. Bəli dostlar, imtahandan çıxdıq. 78 mən yığdım, Nəzmin də 70 yığdı. İmtahan biraz pis idi. Səbəbini soruşdunuz niyə? Çünki biraz suallarımızda səhvliklər falan var idi. Biraz dərkən biraz. Nəysə də belə idi vəziyyət. Yəni tək bizdə yox, uşaqların çoxunda biraz problem yaşandı. Heç nə belə. Amma əsas oldu kəsilmədi. Şükür Allaha kəsilənlər çox oldu çünki. Amma bizdə vəziyyət yaxşıdır, okeydir. Bu arada niyə belə bürünmüşük? Fevralın 4-üdür, dediyim kimi. Sonra da qar yağır, donuruq, bizə hal-hazırda taksi vurmuşuq. Taksi gözləyirik. Havanı isə çəkib göstərəcəm. Mənə anam demişdi ki, evdən çıxanda qalın giyin. Mən də qalın giyinmədim. Nəzmin də burada ölür. Demişəm ki, hələ evdən çıxanda mən ona dedim ki, qalın giyəsiz. Rezil olduq baba. Nəzmin sizə baxın. Nəzmin yaz kıyafətində, başına baxın. Mənim ayaqqabıma baxın, nə günlərdir. Və imtahandan sonra kiçik bir manikür videosu gördünüz. Dırnaqlarımı çıxartdırdım, manikür elətdirdim. Bir ara belə olacaq, dırnaqsız. Nəysə belə çıxartdırdım, dırnaqlarımı manikür elətdirdim. Belə. Belə dostlar, deməli bizim imtahan ayı vlogumuz burada yekunlaşır. Biraz külək var deyə zorla danışıram. Nəysə. İnşallah növbəti vloglarda görüşərik. Videomuzu bəyənməyi, like atmağı və abunə olmağı unutmayın. Sizi sevirəm. Növbəti vloglarda görüşərik. Sağ olun.